Bismillahirrahmanirrahim. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Esselamu ala Fatimete ve abiha ve ba'liha ve beniha ve sirril müstevda'i fiha. Allah Tebarek ve Teala bu günlerin feyzinden bizi bir nasip eləməsin. Bugün əziz və dəyərli qardaşım və gözəl ilahiyatçı, gözəl ustad Hacı Rızanı dəvət eləmişik. Ne güzel oldu ki Hacı ilə o günlər rastlaşdıq və dəvətimizi qəbul etdi. Hacı, selamun aleyküm və rəhmətullah. Aleyküm salam Hacı, mən də sizi salamlayıram, təşəkkür edirəm. Allah razı olsun Hacı, dəvətimizi qəbul etdiyiniz üçün təşəkkür edirik. Hacı, bu günlər Əyyam-ı Fatimiyyədir və bu günlərdə biz adətən Xanım Fatimiyyə Zəhra salamun aleyhanın xüsusiyyətlərindən danışırıq. Onun ümumiyyətlə xasiyyətləri, onun davranışı, onun əxlaqı. Məsələn, ən dəyərli mövzulardan biri Həzrətin ibadətə münasibəti, Allahla rabitəsi. İstəyirəm elə o haqda danışaq, o haqda söhbət aparaq. Yəni, bizim verilişlərin formatında bilirsiniz də, yəni, burada sual-cavab yoxdur, yəni, səmimi söhbətdir. Hər hansı bir şeyə müdaxilə də olur bizdə. İnşallah o haqda söhbət edək, sizi bir dinləyək, bir inşallah sonra davam edək. Buyurun Hacı. Bir daha salamlayıram Hacı sizi və izləyicilərimizi. Aleykümselam. Təşəkkür edirəm dəvətə görə, bu fürsəti yaratdığınıza görə. Estağfurullah. Allah bu işdə əmək olan, zəhmət olan hər kəsdən bu xidmətləri qəbul eləsin, Allah müvəffəq eləsin, davamlı olsun inşallah, bərəkətli olsun. Amin inşallah. Mən də baş sağlığı diləyirəm bütün müminlərin adından, bütün müsəlmanların adından, zamanı imamımıza. Amin, amin. Biz də öz növbəmizdə baş sağlığı veririk imamımıza. Biz imam zamana təsliyyət deyən müminlərdən qərar versin inşallah. Amin inşallah. Həzrət Fatimiyyə Zəhra salamullah aleyhanın barəsində danışdıqda mümkün deyil ki, insan o xanımın ibadətindən danışmasın. Həzrət Fatimiyyə Zəhra elə bir evdə böyüyür, elə bir evdə tərbiyə alır ki, bütün vücudu ilə Allaha bağlı olan bir atanın, bütün vücudu ilə Allaha bağlı olan bir ananın mühitində və Həzrət Fatimiyyə Zəhra salamullah aleyha həyatının bütün sahəsini Allaha həsr eləmiş bir insandır. Həzrət Fatimiyyə Zəhra salamullah aleyhanın ibadəti dövrünün qadınlarından, özündən müasir olan insanlardan fərqli idi. Hədislərdə və tarixi mənbələrdə qeyd olunur ki, Əbədun Nas, öz dövrünün ən abidə xanımı idi, ən abid insan idi, ibadətdə ən üstün. Saatların, zamanların çox hissəsi ibadətdə olardı, mihrabda Allahla razı niyaz edər və hədisdə qeyd olunur, Həzrət Fatimiyyə Zəhra salamullah aleyha namaz qılarkən rükuda 100 dəfə Subhanə Rabbiyəl Azimə və bihamdih zikrini deyərdi. Və Zəhra ləqəbi ki, Həzrət Fatimiyyə Zəhranın 9 müqəddəs ləqəbindən biridir. Elə ibadətdə, mihrabda, Allaha razı niyaz etmədə sanki bir ulduz kimi səma əhlinə görünür, parlayır. Məşhur hədisdir. Həzrət Fatimiyyə Zəhra salamullah. Və çox önəm verdiyi mövzudur Həzrət Fatimənin ibadət, Allaha bəndəlik. Yazırlar Həzrət Əli əleyhissalamın evinə ilk gəlin gəldiyi gün Həzrət Əli əleyhissalamdan soruşduğu ilk sual bu oldu ki, yəni mən ibadətimi harda eləyəcəm, evin hansı küncüm mənim mehrabım olacaq. Çox maraqlıdır. Bəli. İlk soruşduğu sual bu olur. Ümumiyyətlə, Allah Əli əleyhissalamın
o müttəqilərin vəsfində, o Həmmam xutbəsində bir gözəl buyruğu var. Buyurur ki, insanın Allaha mərifəti, təqvası artdıqca əzuməl xaliqu fi ənfusihim fəssəvrə madunə. Bəli. Onun üçün elə bir insan üçün Allahın əzəməti o qədər, übuhəti o qədər genişlənir ki, o insan Allahdan başqa hər şeyi sanki kiçik bilir, cılız bilir, yəni gözündə bir dəyəri olmur. Həzrəti Zəhra salamullah aleyha da o şəxsiyyətlərdəndir ki, onun həyatında, həyatın hər sahəsinə baxdıqda biz Allahı düşündüyünü, Allahı istədiyini, Allahın razılığını əldə eləməyə can atır. Hətta ona elçi düşdükdə hər dəfə soruşurdu ki, ata, Allah razıdır. Allah razıdır. Əleyhissalamın özü hətta elçi düşdükdə belə vasitəli şəkildə yenə eyni sualı verir. Allah razıdır. Allahın razılığını. Ona görə bəlkə də xanımın həyatında o həmişə Allah mərkəzli olduğu üçün, yəni həmişə Allahın razılığını axtardığı üçün ona raziyə deyiblər. Bəli. Mərziyyə də, avtomatik də mərziyyə olub. Bəli. Eyni halda da Allah da ondan razı. Özü Allahdan razı, Allah ondan razı və bu özlüyündə elə böyük bir dəyərdir. Allahın razılığını güdür. Həzrəti Cəbrail əleyhissalam nəql olunur, Peyğəmbərə nazil olur. Həzrəti Zəhra salamullah aleyhanın evi çox kiçik bir ev və o günün tələbatına lazım olan hətta əşyaların bir çoxu yox idi. Yəni. Çox çətin bir, məhdud bir zamanda və şəraitdə, məkanda. Ev işləri, uşaqların körpə olduğu zaman, Həzrəti Zəhranın o çətinlikləri. Cəbrail əleyhissalam nazil olur Peyğəmbərə, buyurur ki, Allahın salamı var Fatiməyə. Və buyurur ki, mənim Həbibəm hər nə istəsə, hər nə arzu eləsə, hacəti olsa, mən onun hacətini yerinə yetirməyə hazıram. Peyğəmbərimiz Həzrəti Zəhraya bunu deyir. Deyir, başını salır aşağı və Peyğəmbərə bildirir ki, mənim Allahın özündən başqa heç bir istəyim yoxdur. Tək və yeganə istəyim Allahın özüdür. Yəni, bütün qəlbində elə bil Allahın sevgisi o qədər hat eləmişdi xanımı ki, hətta özünün çətinliklərini belə hiss eləmirdi. Yəni, bu da Allaha olan sevgisindən, Allaha olan ehtiramından irəli gəlirdi. Həzrəti Zəhra. O məşhur o zikri, Xanım Fatimə Zəhranın zikrinin şəni nüzul belə deyək də. Elə o da o çətinlik, o dünyanın sıxıntıları, ev işləri və s. ona hücum eləyəndə Hazreti Peyğəmbərə müraciət edir ki, bəs çox çətinlik var, çox sıxıntılar var. Bəs hətta yazırlar ki, bəzi rəvayətlərdə yazırlar ki, ola bir kəniz olsun, mənə kömək eləsin. Burada Həzreti Rasulullah ona bu zikri təklif edir ki, əgər bu zikri desən, dünyadan yəni çox rahat olarsan, işlər sənin üçün asanlaşar. Və maraqlısı budur ki, Həzrəti Xanım Fatimə Zəhra salamullah aleyha o zikri Peyğəmbərdən alandan sonra dünyanın çətinliyi onun üçün asanlaşır. Yəni, görəsən bu zikirdə, bu zikrin özündə nələr var? Bu Fatimə Zəhranın zikri bizə irs qalan, anamızdan irs qalan o zikir ki, biz hər namazda onu sevənlər, onu istəyənlər bu zikri deyirlər. Ondan bizə irs qalıb bu zikir. Və bu zikri demək də özü böyük bir savaba malikdir. İmam Cəfər Sadiq əleyhissalamın gözəl sözü var, buyurur. Hər namazdan sonra anam Zəhranın təsbihi 100 rükət müstəhəb namazdan əfsəldir. Bəli, bəli, bəli. Elə bir namazda əgər bir nöqsanların oldusa, fikrin qaçdısa, diqqətin yayındısa, neynək namazı təzələyək? Alimlərimiz deyirlər ki, yox, namazın təqibatı xüsusilə o Xanım Fatimə Zəhranın zikri o namazda verdiyimiz o nöqsanları aradan aparar. Amma diqqətlə gərək o zikri eləsin. Yəni, sözümün canı odur ki, o zikirlə xanım rahatlaşır. Yəni, dünyanın çətinliyi onun üçün asanlaşır. Və yaxud buyurduğumuz ki, Allahın özünü istəyirəm, həqiqətən də öz həyatında bunu göstərdi. Yəni, biz bəzən danışırıq, elə bilirik ki, hansı qeyri-müəyyən
və tətbiq olunmamış bir nəzəriyyədən biz danışırıq, amma belə deyil. Bunlar bunu yaşayıblar. Onların yaşantıları da mesela o adlar ki, xanımın 9 məşhur ləqəbi adı. Bizdə ad belədir ki, ləqəb belədir ki, ola bilsin ki, heç ad bizə uyğun olmaz. Sinxiyyət təşkil etmir. Uyğunluq təşkil etmir. Birinin adı məsələn Əsəddir. Əsəd şir deməkdir. Əsəddir, amma heç əsədliyi yoxdur da. Qorxağın biridir. Ya bizi məsələn biri Heydərdir, biri ümumiyyətlə yəni addı qoyulur bizə, amma məsumların adları, onların ləqəbləri Allahın adları və ləqəbləri kimidir. Bunlar təsadüfi deyil. Onların hər bir adı onların bir xüsusiyyətini izah eləyir, bir xasiyyətini izah eləyir. Və həmən o mərziyyə xasiyyəti, raziyyə xasiyyəti, ya mühəddəsə xasiyyəti, Bətul, Zəkiyyə və Zəhra. Zəhraya siz toxundunuz. Həqiqətən də onun yəni işıq saçan, səma əhlinə işıq saçan. Həzrət Peyğəmbərimiz bir hədisində qeyd eləyir ki, bir qızın Fatimə namaza duranda onun nuru göy əhlinə saçır. Necə ki, ulduzlardır yer əhlinə işıq saçır. Qızın Fatimənin nuru da göy əhlinə o cür görünür. Və o qədər bu nur böyük, əhatəli, geniş olacaq ki, mələklər təəccüb edirlər ki, bu nə nurdur? Və Allaha sual verərlər ki, ilahi, bu nə nurdur? Orada deyir, Allah buyurar ki, bu mənim bəndəm Fatimənin nurudur. O mənə namaz qılır. O, həmən o Zəhra nur saçan oradan qaynaqlanır. Çox gözəl mövzuya gətirdiniz Hacı. Həqiqətən xanımın ibadətə olan, Allaha olan münasibəti həqiqətən araşdırılmalıdır və oradan nəsə götürülməlidir. Yəni belə o çətinliklərin içərisində az öncə qeyd elədim, Həzrət Cəbrail gəlir, bəzən səhabələr də gəlir, görürdü Həzrət Zəhranın o halını. Və Peyğəmbərə də təklif edirdilər ki, biz də istəyərək kömək eləyək bu işdə. Peyğəmbərin cavabı maraqlı olurdu. Buyurdu ki, qızımın qəlbin Allah imanla elə doldurub ki, o çətinlikləri hiss eləmir. Yəni, sanki Peyğəmbər elə bil o düzəni pozmaq istəmirdi xanımın həyatındakı o Allahın o yüksəklikdə durub Həzrət Fatimənin həyatından görünüşü, o insanların imanı bu cürdür da acı. Yəni, sanki bir bayrağa bənzəyir. Bəzi bayraqlar balacadır, onu sancarsan yerə, arxadan görsənmir. Bəzimizin imanı bu cür olur. Yəni, biz məsələn, məsciddə Allah həyatımızda görsənə bilir. Amma məsciddən çıxandan sonra onu görsənə bilmirik. Amma bəziləri o bayrağı elə bir yüksəyə sancır, o iman bayrağını. Onun həyatının hər sahəsindən müşahidə eləmək olur. Yəni, evində də, işində də, məsciddə də, ziyarətdə də, onun üçün fərq eləmir. Həzrət Zəhranın da həyatında Allah eşqi, Allah məhəbbəti o qədər yüksəklikdə idi ki, və Peyğəmbər bunu görür, sanki toxunmur. Yəni, bilir ki, bu çətinliklər kənardan görünsə də Həzrət Zəhra üçün bunlar əslində çətinlik. Əksinə, orada o aldığı əziyyətdə daha da ona şirinlik var idi. Çünki bilirdi ki, Allah ondan razıdır. O da Allahdan. O da Allahdan. Bir dəfə Həzrəti Zəhranın həmən o anında, yəni bir tərəfdən bir əlində uşaq tutub, bir əlində o əl dəyirmanında un deməli üyüdür, buğda üyüdür, un eləyir ki, çörək bişirsin. Həmən halda Həzrəti Səlman səhv eləmirəmsə gəlir və icazə istəyir, girir. O halda görür xanımı. Və deyəsən bir hadisə baş vermişdi. Həzrəti Zəhranın çağırılmalı idi. Həzrəti Zəhra çağırılmalı idi orada. Çünki Peyğəmbər ağlayırdı, bir sakitləşə bilmirdi. Deyir ki, bunu bir nəfər sakitləşdirə bilər, o da Fatimə Zəhradır. O anda görürdü, xanım Fatimə Zəhra həmən anda götürdü əbasını, atdı başına, gələ əba deyəndə, yəni həmən o çadırasını atır başını, çadıra dansı yamaqlı idi.
Həzrət Səlman onu görəndə gözündən Ürəyi yaş ağrıyır, ürəyi ağrıyır ki, yəni sonuncu peyğəmbərin qızı və həm də dövlət başçısıdır. Yəni peyğəmbər dövlət başçısı, onun əlində büdcə var idi, qənimətlər var idi, güc var idi. Kənizlər ayrıla bilərdi, yəni maddi dəstək ola bilərdi. Yəni onları etmək olar. Sanki görsənən budur ki, yəni Həzrət Rəsulullahın özü belə bu məsələdə tam buraxmışdı Həzrət Zəhranın ixtiyarına. Yəni özü istəmirdi. Çünki dəfələrlə özünə də müraciət olunur ki, özü istəsin və soruşanda da Həzrət buyurur ki, Mələ Allah qəlbəhə. Allah imanla qəlbini elə doldurub. Bütün vücudu imanla onun. Əsl zöhdlük budur da hacı. Məsələn, indi siz danışa-danışa mənim yadıma düşür o məsələlər. Yəni, zahid kimə deyərlər görəsən? Zahid əlində imkanı olub, o imkana meyl göstərməyən adama əsl zahid. Çünki mən indi iddia eləsəm əlimdə heç bir imkan yoxdur. Bu sadəcə iddiadan ibarət olacaq. Amma mənim əlimdə imkan ola, qüdrət ola, pul, para var, dövlət ola. Mən yenə də dünyaya meyl göstərməyib, sadə şəkildə yaşasam, ona deyərlər zahid. Əsl zahidlər elə onlardır. Məsələn, Həzrəti Məryəmlə biz Xanım Zəhranı müqayisə etsək, görək ki, bu cəhətdən çox oxşarlıqları var. Təbii, bəli. Həm ibadətdə bir-birinə oxşayırlar, həm iffətdə, həyada, həm də o zahidlikdə bir-birinə oxşayırlar. Yəni Həzrəti Məryəm də Həzrəti Zəkəriyya peyğəmbər, onlar eyni dövrdə yaşayırlar. Həzrəti Zəkəriyya Həzrəti Məryəmin hamisi idi, kəfili idi. Onun çörəyini, onun yeməklərini o gətirirdi onun üçün. Amma dülgərlikdən qazandığını, Həzrət Zəkəriyyə peyğəmbər dülgərlikdən qazandığını gətirirdi Həzrəti Məryəm üçün. Və yaxud belə deyək də, o boyda Süleyman məbədinin bütün maliyyə işləri onun Zəkəriyyənin ixtiyarında idi. Həzrəti Zəkəriyyə, Həzrəti Məryəm elə bunlar özləri də həm kral ailəsidirlər, Həzrəti Davudun nəvələridir, Həzrəti Süleymanın qohumlarıdır bunlar. Həm kral ailəsidir, həm də peyğəmbər ailəsi. Yəni həm hakimiyyət bunlarda birləşib, həm də o peyğəmbərlik, nübüvvət bunlarda birləşib. Amma bunlar eyni zamanda qətiyyən dünyaya meyl göstərmirlər. Qətiyyən dünya malına meyl göstərmirlər. Həzrəti Məryəm xanım gəlirdilər, uşağı xəstə olan, özü duaya ehtiyacı olan insanlar gəlirdilər, müraciət edirdilər. O, yəni, dua etməklə onlar sağalırdı, çıxıb gedirdi. Nə qədər nəzir, niyaz gətirənlər vardı, amma onların heç birisinə meyl göstərmirdi. Həqiqi zöhd. Zöhd budur da. Əvəzində də Allah onun üçün yemək göndərirdi. Nə vaxt Zəkəriyyə daxil olsaydı deyir, mehrabında görərdi onun yanında ruzi var, nemət var. Bir xatirə düşdü yadıma, çoxdan onu eşitmişdi ustadların birindən. Xanım Məryəmin o behişdən meyvələrin gəlməsi, təamların gəlməsi, deyir, hətta meyvələr doğranmış halda gəlirdi Həzrəti Məryəmə. Amma deyir, Həzrəti İsa olandan sonra deyir, meyvə bütöv şəkildə gəldi. Bütöv şəkildə gəldi və Həzrəti Məryəm soruşdu. O yüksək pillədə dayanan insanın hər zərriyə fikir verir. Soruşdu, deyir Həzrət Cəbraildən ki, niyə meyvələr bütöv gəldi? Dedi, bir zaman ürəyində bütün Allah var idi. İndi o sevgidən bir hissəsi İsa'ya ayrılıb deyə, ona görə meyvələr bütöv gəlir. Maraqlı. Məqama baxdı. Bəli, yəni o məhəbbəti də gərək daim diqqətdə saxlaya biləsən. Belə deyək də, Allah elə bir əğyarı qəbulləmir. Yəni, sanki deyir ki, yəni, yalnız məni sevər. Mütləq ancaq mən. Çox qəribədir. Bir dəfə o haqda danışmaq olar ki, yəni, Allah nə üçün bu cür eləyir də, nə üçün bunu istəyir, əğyarı qəbulləmir, deyir, orada ancaq qəlbində ancaq mən olmalıyam. O, təbii ki, o böyük irfani məqamlar var orada. Təbii, bəli. Xanım Zəhra salamullah əleyha da əslində Həzrət Məryəm kimi. O da kral, yəni belə baxanda, həm kral, atası dövlət, həm dövlət başçısıdır,
həm də sonuncu peyğəmbərdir. Bunlarda da həm peyğəmbərlik cəm olub, həm də hakimiyyət cəm olub. Muhammed və Ali Muhammed sallallahu aleyhi və səlləm. Amma onlar dünyaya meyl göstərmir. Onlar bir dəfə deyir, xanım Zəhra pərdə asmışdı öz evində. Peyğəmbər gəldi, gördü və heç nə danışmadan qayıtdı geri. Xanım Zəhra hiss elədi. Pərdəni söktü, göndərdi məscidə ki, ya Rasulallah, Allah yolunda payla. Həzrəti Rasulullah da onu Allah yolunda bir fəqirə verir. Və orada deyir ki, fədaha əbuha. Atası ona fəda olsun. Bilirdim o cür edər. Peyğəmbər özünü deyir. Sonuncu peyğəmbər deyir ki, qızıma fəda olun. Orada sonra Həzrət Peyğəmbər buyurdu ki, xanım Zəhra sonra görüşür Həzrətlə. Həzrət Peyğəmbər buyurur ki, düzdür bu sənin halal malındır. Həzrət Əliyə döyüşlərdən qənimət qalmışdı. O da gətirmişdi, vermişdi öz həyat yoldaşına. O pərdə. Soruşur ki, deyir ki, daha doğrusu deyir ki, bu düzdür halaldır sənin malındır. Amma axı bu insanlar bizə görə öz ev eşiklərini atıblar Məkkədən, hicrət ediblər bizim yanımıza. Evləri yox, eşikləri yox. Hətta bəzilərinin paltarı da fərri başlı, paltarı da yox idi. Bu hal ola-ola, yəni bu yaraşmaz bizə. Xanım dərhal qəbul edir. Yəni. O işarədən duyur bunu. Bu düz bunun sənədini mən araşdırmamışam, amma məşhurdur da bu hadisələr kitablarımızda və alimlərimizin dillərində məşhurdur. Yəni bu qədər zöhd, bu qədər dünyaya meyl, rəğbətsizlik, dünyaya meyl etmir. Dünya malı onları aldada bilmədi. Və heç bir şey onu Allahdan yayındıra bilmədi. Necə ki, Quran-ı Kərim o cür möminləri, böyük şəxsiyyətləri o cür vəsf edir ki, nə alver, nə ticarət onları Allahın zikrindən, namazdan ayırmaz. Bu imkanı olan insanlara aiddir ki, həqiqətən də onların heç bir var dövlət, dünya onları zikirdən ayırmır, namazdan ayırmır. Xanım Fatimə Zəhra salamullah əleyhanın ibadətə olan münasibəti, ibadətə olan eşqi. Mən istəyirəm ki, o İnsan surəsinin, o Həl-Əta surəsinin nazil olmasından danışaq, ona işarə eləyik. Həm orada xanımın fədakarlığı, Həzrət Əlinin fədakarlığı var. Həm orada bu ailənin Allahdan necə qorxması və qiyamət gününün necə qorxması məsələsi var. İstəyirəm ona siz toxunasınız. Mən sözü açdım. Yəni İnsan surəsinin nazil olması, orada hansı xüsusiyyətlərlə tanınır? Allah təbarək və təala onları necə tanıdır? Bəli, o məşhur ayədir. Bəli, verməyin Quran. Məşhur ayədir. Həzrəti Zəhranın evində İmam Həsən, İmam Hüseyn əleyhissalam xəstə idilər. Və onların ərəbdə də belə bir rəsmi var. Bir xəstənin tez şəfa tapması üçün ailəcə oruç tutarlar, dua eləyərlər onun, nəzr orucu. Və 3 gün oruç tutmağını Peyğəmbər tövsiyə edir. Quranda qoyaq, xarabəndir. Bəli. 3 gün oruç tutmağını tövsiyə edir, nəzr eləyirlər. Və nəzirlərinə də vəfa göstərirlər. Və maraqlıdır ki, bu həm Allah sevgisinin təcəllisidir bu hadisə. Yəni, insan hər hansı bir müşkilət düşdükdə belə yenə Allaha yönəlməlidir, Allahdan istəməlidir. Onun başqa maddi şeylərdə axtarmamalıdır səbəbin. Və eyni zamanda nəzirlərin əda elədikdə də bir imtihanla rastlaşırlar. İmtihan da bu olur ki, bunlar özləri yeməlidirlər, iftar açmalıdırlar, amma bir nəfər bunlara bir sail,
bir dilənçi, bir yetim ki, bəziləri 3 gün davam elədi, bəziləri ki, bir gündə idi o. Bir gündə 3 nəfər gəldi. Bəzi təfsirlərdə bunu da qeyd edirlər. Hər halda bir gün olub, 3 gün olub, amma görsənən budur ki, bunlar öz təamların miskinə, yetimə və əsirə, hətta deyirlər əsir qeyri-müsəlman idi. Əsir müsəlman o cəmiyyətdə mümkün deyil. Qeyri-müsəlman əsir və verdilər. Və dərhal özü əsir üzr istəyən necə bir qeyri-müsəlman qılınc götürüb müsəlman öldürməyə gələn, müsəlman peyğəmbər əleyhinə, İslam əleyhinə müharibə eləyən bir insan. Bəli. Çox maraqlıdır. Elə bir adama çörək verir. Bəli, çörək verir. Bir də bunu da qeyd etmək lazımdır ki, o dövrdə hələ zindan, türmə biz deyirik də, zindan şey yox idi, formalaşmamışdı da. Yəni elə bir yer yox idi ki, deyək ki, bir otaq ayrılsın, oraya əsirlər salınsın, zindandasa yox. Müəyyən çərçivə var idi, əhatə, yəni o yer var idi, məkan var idi ki, oradan qırağa çıxa bilməzdilər. Məsələn, məscid və onun ətrafı həmən onlar üçün təyin olunmuş yerlər idi ki, onlar oradan çıxa bilməzdilər. Və ona görə məsələn deyir ki,əsirin, hansı ki biz deyirik ki, əsir qolu bağlı olmalı. İndiki zehnimizlə düşən əsir qolu bağlı zindanda olmalıdır. Necə oldu ki, gəldi. Amma belə olmayıb da əvvəlki şəraitdə. Hacı demək ki, burada qarşı tərəf ki, bu ehsanı qəbul eləyir, bu yaxşılığı qəbul eləyir. Təbii olaraq bir insani duyğu olaraq bunlara təşəkkür eləmək istəyir. Və dərhal cavab bu olur ki, biz bu işi Allaha xatir eləmişik və sizdən nə bir mükafat, nə də bir təşəkkür gözləmirik. Burada da Allaha bağlılığı sübut eləyir. Yəni işin ixlasını istəyir göstərir. İnnəmə nut'imukum livəcihillah. Təsvirlər olsun ki, məsələn, adam özündən götürür də, birinə bir yaxşılıq eləyəndə çox vaxt şeytan gəlir vəsvəsə edir ki, görəb məsələn. Öndə o heç nə demədi, getdi. Görəb, yəni təşəkkür də eləmədi. Ya məsələn, maşından birinə yol verirsən, maşından birinə yol verirsən, adətən adətdir də çıxıb gedəndə bir işarə ilə işığı yandırır, söndürür ki, falan təşəkkür. Onu eləməyəndə, görürsən, deyir, eləmədi. Təsir eləyir də. Amma kişilər öz olan qalan hər şeyini veriblər, deyir ki, heç nə istəmirik. Livəcihillah. Yəni, yalnız Allaha xatir edirik bu işi. İxlas mövzusu buradan mövzu ayrı bir mövzudur. Gözəl, zəngin mövzudur. Düzdür, insana, yəni Allah deyir ki, belə bir hədisdə var. Deyir ki, bəndəyə təşəkkür etməyən xaliqə təşəkkür edə bilməz. Yəni Allah əslində biz olmaq xidmətin müqabilində təşəkkür etməyə bizə dəvət edir, özümüzü borclu hesab edirik və biz təşəkkür etməliyik. Sadəcə bizim ona hadisəyə olan münasibətimizdəki şeydir. Amma məsələn, yaxşılıq eləyənə demirsən təşəkkür gözlə və ya təşəkkürə görə elə bunu. Təşəkkürə görə etmirsən. Allaha xatir etmişik və dərhalda həm təvhidi burada nəzərə alaq, biz livəcihillah eləmişik, Allah üçün eləmişik və ardıca da qiyaməti önə çəkir. İnna nəxafu yevmən. Biz o çətin gündən qorxuruq. Doğrudan da Həzrəti Zəhranın, Əhl-i Beyt əleyhissalamın həyatına baxırıq, hamısında o qiyamət mövzusu, axirət mövzusu. Hətta Əli əleyhissalamın hər xütbəsində, hər çıxışında qiyamət mövzusuna toxunulur. Qiyamətdən danışır. Həzrət Zəhra salamullahi aleyhanın bu Əhl-i Beytin fərdlərinin dilindən o sözdə İnna nəxafu min Rabbina yevmən əbusan qəmtəriyə. Ondan əvvəl də o deyirdi ki, deməli və yaxafuna yevmən kana şerruhu mustatira. Şərri çox belə çətin olan bir gündən biz qorxuruq. Bəli. Həzrət Zəhra salamullahi aleyha
qiyamətlə bağlı ayələr nazil olanda Peyğəmbərin ədəbi bu idi. Hər ayə nazil olduqda gəlirdi Həzrət Zəhraya oxuyardı onu. Oxuyardı. Qiyamətlə bağlı ayələr nazil olduqda Həzrət Zəhranın ağlamağını heç kəs sakitləşdirə bilməzdi. Və çox qorxurdu, çox narahat idi. Və hətta ömrünün sonlarında narahat idi. Xidmətçisi Fizzədən soruşur ki, mənim axır günlərim, axır saatlarımdır və mən narahatam ki, mənim cənazəmi aparanda, mənim ərəblərdə bir rəsm buydu, düz bir taxtanın üstünə qoyardılar, cənazəni aparardılar. Dedi ki, mən qorxuram və həya edirəm eyni zamanda ki, o cür məni də dəfn eləsinlər, mənim bədənimin forması bilinsin. Deyir, o xanıma dedi ki, biz Həbəşistandanıq, Əsmaya deyir, səhv etməmsə. Biz Həbəşistandanıq, orada belə bir şey görmüşəm, bir tabut olur. Onun ətrafı, üstü bağlı olur. Xanım onun hazırlanmasını sifariş edir, göstəriş və ki, hazırlansın və hətta özü sağ ikən son günlərində o tabut evin bir küncündə hazır olur. Həzrət Zəhra bu mövzuda, qiyamət mövzusunda, axirət mövzusunda, qəbirlə bağlı hələ-hələ ona vəsiyyətlərini edir. Məni gecə dəfn elədin, qəbrimi tərk eləmə, orada qal, mənə Quran oxa. Və Peyğəmbərdən soruşur ki, ya Resulallah, qiyamət günü necə olacaq halımız? İnsanlar orada necə olacaq? Səni necə tapacağım orada? Səni harada görə biləcəyəm orada? Bütün bunlar Həzrət Zəhra həyatında qiyamətin, hesabın, Allahın qarşısına, huzuruna çıxmağın nə qədər önəmli olduğunu göstərir. Bəli, hacım. Bəli. İndi fikirləşirəm ki, yəni, o cür şəxsiyyətlər, ilahi bir şəxsiyyətlər bu qədər qorxurlarsa, onda vay bizim halımıza da ki, yəni biz çox rahatıq bəli. Çox rahatıq, bəli. Yəqin dərk eləmirik ona görə. Təbiidir. Çünki onlar o vəhşəti, o çətinliyi dərk ediblər, sanki gözü ilə görürdülər o çətinliyi. Onlar əmin-amanlıqdadır. Yəni bütün bəşər onların lütfüne göz dikib. Yəni onların özü də maraqlı cəhət budur ki, onlar bunu göstəriş üçün eləmirlər. Bəli. Yəni məsələn Həzrət Əli ağlayardı, gedərdi, ürəyi gedərdi, Allahla danışardı, qorxusundan. Bunu göstəriş maraqlı cəhət budur. Yəni bunu göstəriş üçün ya bəndələrə, bir dəfə eləməyirlər. Bəndələrə məsələn ibrət olsun ki, falan. Yox, onların həqiqi halı olub. Onların həqiqi halı olub. Onlar o cür qorxurlar Allahdan. İmam Həsən əleyhissalam dəstəmaz alanda deyir, rəngi saralardı. O payız yarpağı kimi. Bədəni başlardı titrəməyə. Bilməyən soruşurdu ki, nəsə bir narahatçılığınız varsa, yəni namazı qılmayın. Gedin evdən məsələn. Həzrət budur ki, yox, mənim necə narahat olmayım ki, mən indi aləmlərin Rəbbi ilə danışmağa gedirəm. Onun qorxusu, onun vahiməsi. Bax, təbii ki, onu dərk, onu yaşamaq, onu yaşaya bilən bilir. O sözdür, o oxumaq da yoxdur bəzən, mümkün, eşitmək də yoxdur. Nə qədər ki, insan onu dərk eləyir, düşünür, özünküləşdirir o məlumatı, o insanda təsir edir. Əslində bir dənə ayə qiyamətlə bağlı bəsdir. Bir dənə ayə bəsdir ki, insanı tamam həyatını dəyişsin. Şeyx Abbas Quminin rəhmətullahi aleyh oğlu deyir ki, hazihi cəhənnəmun ləti kuntum tu'adun. Sizə vədə verilən cəhənnəm bax budur. Deyir, atam hər dəfə oranı oxuyanda qəşş eləyirdi. Özündən gedirdi. Taqəti olmurdu, ayəni davam eləsin. Allah bizi o məqamət çatdırsın inşallah. Amin inşallah. Allah bizi həqiqətən onların o yolunu gedənlərdən qərar versin. Amin inşallah. Bu halını hiss edən insanlardan qərar versin. Yəni, bu oxumaqla deyil, siz demişkən,
çox oxumaqla da deyil. Bu mənəvi bir paçlıqla hasıl olan bir şeydir ki, insan öz qəlbini nə qədər günahdan qorusa, dünyadan, dünya məhəbbətindən qorusa, o qədər, yəni haramdan qorusa bir sözlə, o qədər qəlb paçlaşar, o qədər o mənəvi insanlar Nuraniyyəti hiss edir. Və yəni necə ki, Quran-ı Kərim buyurur ki, la yeməssuhu illəl mutahharun. Bu kitab gizli bir kitabdır. Paklardan başqa heç kəs ona toxuna bilməz. Burada söhbət indi düz zahirən götürürük ki, bəli, bunun hərfinə, məsələn, napak dəstəmasız əl vurmaq olmaz. Bunun öz şeyi var, öz yeri var zahiri hökmün, amma orada bir batini məna var ki, fi kitabin məknun deyir. O gizli bir kitabdadır. La yeməssuhu illəl mutahharun. Yəni o gizliliyi önə çəkir. O məknunluğu qabardır ki, o gizli bir kitabdır. Paklardan başqa heç kəs toxuna bilməz. Əhl-i Beyt Quran kimidir. Onlar bir məqamdılar. Onlara yaxınlaşmaq üçün o paklığı, pak yolu getmək lazımdır. O paklığı əldə etmək lazımdır. O haramdan uzaqlıq, günahdan uzaqlıq səbəb olur ki, biz onların yoluna, onların hiss etdiyinə yaxınlaşa bilək. Hacı, son sözü zəhmət olmasa eşidək, sonra da Kərbəlayı, əziz dəyərli qardaşım Kərbəlayı Rəmzi bizimlə birgədir inşallah. Onu dəvət eləyərik bizim üçün bir. Son söz olaraq bir daha təşəkkür edirəm, belə fürsəti yaratdınız. Estağfurullah, biz sizə təşəkkür edirik ki, siz dəyərli vaxtınızı ayırdınız bizə, dəyərli tamaşaçılara. Təşəkkür edirik sizə. Təşəkkür edirəm, minnətdaram. Allah razı olsun. Allah çox sağ olun. Xidmətlərinizi qəbul eləsin, ali dərəcədə inşallah. Amin inşallah. Allah sizi müvəffəq eləsin.